Salam, hər vaxtınız xeyir olsun. Offside eksklüziv verilişinə baxırsınız. Studiyada mən Aytaç Sahət. Bu gün də çox maraqlı bir qonağımız var. Bugünkü qonağımız Azərbaycanın MMA döyüşçüsü Rəsul Rəhimovdur. Xoş gəlmisiniz Rəsul bəy. Çox sağ olun. Necəsiz? Çox sağ olun. Siz necəsiz? Yaxşıyam, çox sağ olun. Sizi tanıyırdılar, son döyüşlərinizdən öncə də tanıyırdılar, amma Azərbaycan ictimaiyyəti əsasən sizi Dadayevlə döyüşdən sonra tanıdı. 8 saniyəlik nokautdan sonra. Həmin döyüşdən sonra mən özüm də sizinlə müsahibə eləmişdim. Ancaq canlı müsahibə bu günə qismət oldu. İstərdim elə söhbətimizə buradan başlayaq. Deməli o döyüş əvvəlcədən qırğız rəqibi ilə olmalı idi. O qırğız rəqibi çəki günü verə bilmədiyinə görə, özünü pis elədiyinə görə ləğv olundu döyüş. Və mənim menecerim Cavad Məmmədov bir gün içində mənə rəqib tapdı, o da Dadayev idi. Mən uca oteldə oturmuşdum, pis idim ki, bəs mənim döyüşüm ləğv oldu. Mən 14 kilo vəs almışam, bəs necə olacaq? Elə deyəndə ki, sənə rəqib tapıldı, həmin o Dadayev. Mən dedim, razıyam, fərqi yoxdur. Dedilər, 10 kilo səndən ağırdır. Və bu mənim əskərlikdən qayıdışım idi. Mənim üçün bu döyüş çox vacib idi. Və mən çox fikirləşdim ki, bəs 10 kilo ağır, belə hamı mənim qayıdışımı gözləyir, necə olacaq? Amma sonra dedim ki, yaxşı, risk edirəm, döyüşürəm. Və həmin o döyüşdən sonra çox suallar oldu ki, dedilər ki, Rəsulun bəxti getirdir. Dadayev hazırlaşsaydı, onu udardı. Amma halbuki mən o 3 raund ona bir şans vermədim mənə udsun. O döyüşdən sonra 8 ay o Dadayev mənə hazırlaşdı. Bizə revanş verdilər və 8 aydan sonra onu 8 saniyə nokaut elədim. Mənə maraqlıdır, siz döyüşdən sonra aranızda nəsə söhbətləşirsiniz. Bəli. Amma bilirəm ki, orada heç yaxşı şeylər danışılmır. Deyil. Orada nə danışırdınız? O gəldi, mən o döyüşdən sonra döyüş başlayanda mən ona ox atdım. Ox atmaq da mənim ləqəbimə uyğundur. Mən hər döyüş başlayanda ox atıram. Bunu bir hype üçün edirəm. Elə belə edirəm. Bunu döyüşdə olanlar bilir ki, Qəfəs istəyir bunu. Bəli, qəfəs istəyir bunu. Və mən ona həmin o ox atanda o oxu orada kamera çəkmir, tutub qırdı. Mən də ona göstərdim ki, görərsən. Və onu udandan sonra, boğandan sonra o oxu təzədən ona atdım. Və o da mənə yaxınlaşdı, qışqırdı ki, niyə belə edirsən falan. Yəni ona görə. Mən də dedim ki, yəni çünki sən məni döyüşdə söyüş söydüyünə görə ikinci raundda mən onu knockdown elədim. O da məni türk dilində pis söz dedi. Mən də ona döyüşün ortasında dedim ki, niyə söyüşləyirsən? Biz ikimiz də türkük. Sənə yaraşmadı bu. Ona görə mən həmin o oxu atdım. Yoxsa mən hər bir rəqibimə hörmət edirəm. Mən heç vaxt elə hərəkət eləməzdim. Həmin o söyüşünə görə mən oxu atdım və o da nəyisə görə bəyənmədi. Və mən də vecimə deyil. Yəni əsas odur mənim əlim qalxdı və o əlim qalxandan sonra da 8 ay mənə rəylərdə pis şeylər yazırdılar. Onun takipçiləri, o Türkmənistan takipçiləri özü də mənə video şərhlər yazırdı. Mən sadəcə deyirdim ki, mən bu döyüşü olmağını istəmirəm. Çünki mənasızdır. 3 raundda onu döydüm. Həm stoykada, həm də ki parter vəziyyətində, yəni mənasız görürdüm. Amma liqanın təşkilatı belə gördü ki, bu döyüş maraqlı olar həm türk azərkeşlərinə və verdilər. Demək olar ki, o kartda ən gözlənilən bizim döyüşümüz idi. Və elə də oldu, çıxdım. Düzdür, dostlarım, tanışlarım mənə deyir ki, niyə elə tez utdun? Oturmuşduq. 8 saniyəyə. 8 saniyə oturmuşduq. Kofe, Bilet almışdıq. Nə qədər adam mənə görə bilet almışdı, türk azərkeşləri. Amma 8 saniyə utdum. Və emosiyalarımı gülməli bir göstərdim orada. Dadayevlə indi münasibətləriniz necədir? Sonradan nəsə ünsiyyət oldu, yoxsa elə o döyüşdə görənsiz axırıncı? Baxmayaraq ki, o mənə çox böyük hörmət elədi. Amma buna baxmayaraq, yəni mən müsəlmanam da, mən yaxınlaşdım ona. Yəni dedim ki, yəni olan şeydir, döyüşdür. Məsələn elədiyim hərəkət də bu bir emosiya idi. Halallığını aldım, üzr də istədim ondan, amma buna baxmayaraq, yəni də o Instagramda mənə pis şey yazıb və mənə blok atdı. Mənim ucu maraqlı deyildi. Çünki İndi Dadayevin blokundasınız. Bəli, blokundayım. Amma öz çənəsində blok qoya bilmədi və nokaut oldu. Maraqlı döyüş idi. Xatırlayıram mən o döyüşü canlı izləmişdim. Belə tez-tezmi olur söyüş? Bilirik, aqressiya həm üz-üzə çəki mərasimində olur, həm döyüş əsnasında bəzi idmançılar var ki, buna qəsdən gedir. Bayaq da qeyd etdiyimiz kimi qəfəs bunu istəyir. Lakin maraqlıdır, söyüş hər dəfəmi olur, tez-tezmi olur, yoxsa bu idmançıya görə dəyişirmi? Bəli, bu idmançıya görə dəyişir. Elə idmançı var ki, rus dilində qrязно vuruşur, çirkin vuruşur. Yəni
söyüşlər səni emosiyaya çıxartmaq istəyir. Döyüş olanda və yaxud döyüşdən əvvəl səni emosiya ilə udmaq istəyir ki, sən döyüşü çox fikirləşsən, narahat olasan. Amma bu mənə təsir eləmir. Mən sadəcə öz bildiklərimi çıxdım, göstərdim və elə rəqiblərlə doğrudan da vuruşmaq heç bir idmançıya ləzzət eləmir. Çünki mən xoşlamıram döyüşdən əvvəl kimsə söyməyi, kimsə nəsə belə. Çünki sən bir insanı söyəndə o da səni söyür. Və kamera arxası mən bunu bacarmıram. Ona görə elə rəqiblərlə mən bəyənmirəm döyüşməyi. Amma şounuz pis deyil. Bəli. Döyüşdə çox vaxtı tamaşaçıların səsini eşitmək üçün hərdən əlimi qaldırıram, hərdən idmançı ilə necə desəm gülməli vəziyyət yaradıram ki, tamaşaçılara maraqlı olsun. Çünki bizim döyüşümüz tamaşaçılara görədir və bu sonra videoda paylaşanda doğrudan da ki, böyük hype qazandırır. Ona görə döyüşlərimi şou eləməyi sevirəm. McGregor fanatısınız onda. Yox, McGregor'ın fanatı deyiləm. Tofiq Musayevin fanatıyam. Çünki mən Tofiq Musayevin, Rafael Ağayev, Çingiz Allahazın döyüşlərinə baxıb bu idmana gəldim və ona görə mənim üçün onlar legendadılar və onlara baxıb mən həmişə həvəslənirdim. İndi onlarla ünsiyyətiniz var və yaxud da hər hansı bir dəstək görürsünüzmü? Bəli, var. Misal üçün qalib olanda Rafael Ağayev də yazır. Tofiq Musayev hər dəfə bizə dəstək olur. Həmin o 8 saniyədə mən eləyəndə elə orada da Tofiq Musayev kömək elədi bizə. Mənə motivasiya verdi. Deyir, çıxıb dalaşmalısan. Və onların mənim küncümdə olanda Tofiq Musayev, Fərid Ali Babazadə, Akşin Babayev orada bəlkə də mən 8 saniyədən tez uda bilərdim. Çünki böyük motivasiyadır mənim üçün. Yaşıdlarınız arasında biz bilirik ki, rəqabət gedir. Rəqib gördüyünüz kimlərsə varmı? Azərbaycanda? Bəli, Azərbaycanda. Yox. Yəni mən çalışıram heç Azərbaycanla özümü müqayisə eləməyim. Hətta. Bəli. Və öz yaşlılarımın qələbəsini görəndə mən çox sevinirəm xaricdə. Çünki bizdə o baxımdan. Bəli, bizdə çox güclü idmançılarımız var, gənc idmançılarımız. Və onlar əgər dünya arenasında vuruşsalar, məsəl üçün fərqi yoxdur, Gürcüstanda bir şans yaransa, bizim idmançılarımız çox güclüdür. Və hər dəfə hər bir idmançı qalib gələndə Azərbaycan bayrağını qaldıranda mən çox sevinirəm. Çünki bu bir motivasiyadır. Adi Məhəmməd Əli Osmanlı Tafta demək olar ki, yarım finaldadır və bu mənim üçün motivasiyadır. Asaf Çapurov kəmər götürüb mənim üçün motivasiyadır. Elbey Van FC-də kəmər götürdü, bu da mənim üçün motivasiyadır. Onlar bacarır, mən niyə bacarmıram? Yəni ona görə doğrudan da çox sevindirici bir haldır ki, bizim idmançılarımız öz sözünü deyəndə. Azərbaycan MMA-də inkişaf xüsusən son dövrlərdə özünü aydın şəkildə göstərir. Lakin buna baxmayaraq hələ də çatışmayan məqamlar çoxdur. Bəli. Siz prosesin içərisində mətbəxi bilən bir adam kimi sizcə əsas problemlər hardadır? Belə deyim, sosial şəbəkələrdə, TikTokda və yaxud Instagramda səhv insanlar bu dəqiqə hype'dadırlar və gənc nəsil və yaxud valideynlər görəndə səhv adamı yanına qoyur. Hansı ki, zərbə ata bilməyənlər müəllim olurlar və uşaqlar onun yanına gedəndə əlbəttə ki, onların gələcəyi olmayacaq. Çünki o nə bilir ki, uşağı hansısa bir tələbəyə də öyrətsin. Və məncə problem ondadır. Əgər müəllim təcrübəli olsa, o bilər hansı istoçnikdən göndərsin tələbəni ki, o qabağa getsin. Və bir də bizim ölkədə paxıllıq olmasa, hamımız qabağa gedərik. Paxıllıq? Bəli, çünki bunu professional vuruşanlar, MMA içində olanlar bilir ki, paxıllıq çoxdur. Hətta öz idmançılar arasında kimsə hardasa qalib olur, bəyənmirlər. Başlayırlar haqqında pis danışmağa, bəxti getirdi, nə bilim, rəqibi zəif idi. Amma necə həmin o idmançının əziyyət çəkdiyi, necə güclü olduğunu heç kim demək istəmir. Və biz öz aramızdan dalaşa çətin qabağa gedirik. Ona görə mən düşünürəm biraz dəstək çox olsa idmançılar öz arasında, məncə elə hər şey yaxşı alınır. Dəstəkdən söz düşmüşkən, sizin heç sponsordan giləyləndiyinizi eşitməmişəm. Sponsor var. Biri Azərbaycandandır və bir də Türkiyədən. Türkiyədə mənə çox dəstək olur və ona görə onların bayrağı ilə də çıxıram. Və onların bayrağı ilə çıxanda elə ötən döyüşünüzdə xatırlayıram, türk dilində də danışmışdınız, xitab eləmişdiniz. Bir mənalı qarşılanmır. Bəli. Yəqin ki, o reaksiyaları siz də görürsüz. Bəli, hər rəyim videonun altına yazırlar ki, niyə iki bayraqla çıxmısan? Sizin əsaslandırmanız, arqumentiniz necədir bundan bağlı? Əslində çox vaxt rəyləri oxumuram, çünki bilirəm orada çox neqativ var. Amma əgər türk milləti məni bəyənirsə,
mənə dəstək olursa, mən niyə onların bayrağı ilə çıxmayım və həm mənə maddi də dəstək olurlarsa, mən niyə onların bayrağı ilə çıxmayım? Çünki mən deyərdim ki, Türk milləti bizim idmançılar çox sevir. Rəylərdə oxumuşam ki, çox adam yazır ki, Türk idmançısı Azərbaycan bayrağı ilə çıxır ki, sən Türk bayrağı ilə çıxırsan. Yəni bəli çıxır, amma mən ona əsaslanmıram da. Mən özümə görülən dəstəyi görürəm, hörməti görürəm Türkiyədən. Ona görə Türk bayrağı ilə çıxıram. Və türklər bizim idmançıları çox sevir. Yəni çox böyük dəstək olur. Ona görə yəni mən Türkiyənin bayrağı ilə də vuruşmaq mənim üçün fəxrdir. Ümumilikdə döyüşə gedərkən, yəni o mərhələ bilirik ki, çox çətin bir mərhələdir. Bəli. İdmançının hazırlığı, xaricdə hazırlıq olsun, istər Azərbaycanda olsun, qidalanması var. Yəni döyüşə qədər rahat olmalısan, heç bir problem sənin beynini məşğul etməməlidir və bu da Bəli. özlüyündə ciddi bir maliyyə tələb eləyir. Bəli. Bu maliyyəni yalnız indi siz sponsor hesabına həll edirsiniz, yoxsa döyüşlərdən götürdüyünüz qazanc kifayət eləyir? Mən döyüşdən qazandığımı həmişə özümə yatırıram. Yəni bir biznes kimi özümə baxıram. İnvestisiya özünüzsüz. Bəli. Yəni mən heç vaxt o pulu misal üçün gedib təzə telefon alım və yaxud nə bilim təzə maşın, motosiklet. Yəni mənə düzdür hədiyyə eləyirlər. Yəni udanda hədiyyə eləyir, amma mən heç vaxt o pulu xərcləmirəm. Ancaq özümə. Misal üçün gedirəm individual müəllimə yazılıram və yaxud xaricə gedirəm. Misal üçün Taylanda getdim öz hesabıma. Və orada vuruşdum Təlim məşq toplanışında Taylanddaydınız. Bəli. Orada hazırlaşdım, Van FC-də vuruşdum, qalib gəldim və həmin o Van FC-də qazandığım qonorarı da Taylanda qoydum. Yəni belə. Və Taylandda da tez-tez hər həftə Muay Thai döyüşləri vuruşurdum, orada olur. Və oradan da 200-300 dollar qazanıb, yəni Taylandda qalmağımı davam edirdim. Yəni sponsor göydən düşmür. Yəni hamı indi bu dəqiqə sponsor axtarır ki, sponsorum olsaydı qabağa gedərdim, sponsorum olsaydı belə, amma sponsor da pulunu küçəyə atmaq istəmir ki. Yəni sən idmanda rezultat verirsənsə və hansısa biznesmen səni görür deyir ki, mən bu idmançını bəyənirəm, bu şou eləyir, bu maraqlı döyüşüdür və o səni elə tapır qabağa çəkir. Mən 2-3 dənə sponsorum var, amma O sponsorlar sizi necə tapıb? Dadayevdən döyüşündən sonra tapıblar. Siz dediniz güləşi sevmirsiniz, ancaq sizdə güləş kifayət qədər yaxşı alınır. Döyüşlərinizi yaxından izləyən biri kimi deyirəm bunu. Güləş yaxşı alınır. Bilirəm ki, judo keçmişiniz var. Bəli. Ancaq güləşlə professional məşğul olmusunuzmu? Xeyr. Olmamış. Judo ilə başlamışam. 2 il judoya getdim və sonra karyeramı elə 16 yaşımda MMA-yə keçdim. Və orada da judo öz sözünü dedi. İlk yarışımda çox güclü bir rəqib idi. Elə İlk 2 ay gedirdim MMA-yə. Çıxdım onu judo fəndləri ilə udandan sonra MMA-yə daha çox həvəsləndim. Dadayevlə döyüşü ananıza həsr etmişdiniz. Bəli. Ailənizin də çox güman ki, ciddi bir dəstəyi var sizə və orada bir nitqiniz var idi sizin bu döyüşlə bağlı ki, anam mənim həm dietoloqumdur, həm məsləhətçimdir, Bəli. həm dəstəkçimdir. Ailənizin ümumiyyətlə dəstəyi sizə bu yolda? Əslində analar çox vaxt emosional olur bu mövzuda. Çünki Bəli. görürlər, yaralanırsınız. Bəli. Mənim anam döyüşlərimə baxır həmişə. Yəni demirəm baxa bilir. Amma döyüşə hazırlığımda niyə həmişə mən ona deyirəm, neçə qram bişir, nəyi necə bişir və hərdən görürəm ki, gizlin yeməyə yağ da qatır ki, ürəyə gəlmir axı oğlu yemək yemir. Amma başa salıram ki, yəni bu müvəqqətidir. Döyüşü udandan sonra yəni yemək yeyirəm falan. O artıq professionaldır. Yəni o barədə, yəni rahat dietik yeməklər mənə bişirə bilir. Və Bəs sizi qanın içində görəndə necə? bir vaxtlar çətin idi görmək. İndi məşqdən gələndə baxır, deyir ki, gözlə nə olub da? Deyirəm ki, heç məşqdə olub. Deyir, get onu elə, bunu elə. Artıq öyrəşib bunu, amma döyüşdən sonra çox narahat idi. Adi mənim sonuncu döyüşüm One Championship-dəki rəqib qeyri-qanuni zərbə vurdu baş mırğasına. Yəni hamı gördü ki, yəni nə vəziyyətə düşdüm orada. Satraseniya almışdım mən başdan və döyüşü saxlamaq istədilər. Yəni hamı şokda idi ki, mən necə ayaq üstə qalxdım. Çünki çox bir boksör var idi, o zərbədən invalid olmuşdu. Mən də o döyüşdən sonra elə baxdım kornerlərimə, dedim ki, bəs döyüşü saxlamaq istədim, çünki bacarmırdım. Nə olacaq? Dedilər ki, sənə bir də Van FC-də kontraktın olmayacaq. Fikirləşdim, yox ya, mən
Və bunlar hamısı ani bir məqamda baş O verir. kinolarda olur hep ani bir hər şey yadıma düşür. Mən dedim ki, yoxdur, yəni buracan gəlmişəmsə axıracan döyüşməyə lazımdır. Və axıracan döyüşdüm və döyüşdən sonra da necə döyüşmüşəm, nə olub, Spoiler verim, o döyüşdə udmuşdu Rəsul. bəli. Necə döyüşmüşəm, necə oldu bilmirəm. Apardılar məni, uzandırdılar, apardılar məni həkimə, gözümü orada partlamışdı, tikdilər. Sonra nə qədər uzanmışam, kislorod verdilər mənə, oksigen verdilər. Ondan 2 saatdan sonra oyandım. Mənə dedilər, soruşuram həkimdən ki, bəs kim qalib gəldi? Dedilər sən. Elə 2 saatdan sonra Onu da onu xatırlamırsınız. da xatırlamırdım. Dedilər sən, dedim necə gəldim qalib? Dedilər xal hesabı ilə. Elə onda da bir dənə sevindim ki, hə, udmuşam. Amma nə olub, necə mən vəbşi xəstəxanadayam? Heç nə yadımda deyil idi. Həqiqətən də işiniz çox çətindir. Bəli. Hamı bu idmanla məşğul olmaq istəyir, amma bu idmanın oktagondan qıraqda necə çətin olduğunu, yəni yalnız əsl professional döyüşçülər bilir. Niyə əsl deyirəm? Yəni yalançı professional döyüşçülər də var. Yəni TikTokda sizin qabağınızda çıxa bilər, amma əsl professional döyüşçülər bilir ki, əsl əziyyət nədir? Yəni döyüşü udmaq istəyirsənsə. Bəs yaxşı, bir gənc misal üçün bizi izləyir, başlamaq istəyir MMA-yə. Bəli. Hardan başlamalıdır? Kimə müraciət etməlidir? Bu həm də ciddi maliyyə tələb eləyir. Çünki sən məşqə gedə-gedə işləyirsənsə, hardasa maddi təminatını ödəyirsənsə, biz bilirik ki, bu iş elədir ki, burada pul müəyyən bir dövrdən sonra gəlir. Yəni sən sponsor görür, döyüşlərin artır. Yəni hardan başlamalıdır? Hara müraciət eləsin? Əgər bu insan işləyirsə məşq üçün, yəni bilirik ki, həm fiziki baxımdan saatına fikir verməlidir, qidasına fikir verməlidir, qida əlavələri var, yuxusu, disiplin. Bəli. Hardan başlasın, harda bitirsin, kimə müraciət eləsin? Çox çətindir əslində. Yəni 17-20 yaş ortası, yəni çox çətin olur. Mən misal üçün məşqə gedirdim və mənim dostlarım başlayırdı işləməyə, hansı bir işdən, bilmirəm, ofisiant və yaxud kuryer və onlar pul qazanırdı, amma mən məşqə gedirəm, heç pul qazanmıram, əziyyət də çəkirəm. Yəni başa düşmürsən nəyə görə yeyirsən. Və sabahsı gün harasa gedəndə cibində pul olmur. Yəni bunu hər bir gənc yaşayır. İstəyir ki, cibində pul olsun. Və məşqə gedib orada əziyyət çəkəndə həmin o dövrdür ki, həmin o idmançını bərkidir. Mən də elə olub ki, dostlarım çağırırdı, imkanım yox idi, getmirdim. Amma həmin o əziyyətlərin indi bəhrəsidir ki, biz belə böyük təşkilatda vuruşuruq. Yəni nəyisə qurban verməlisən. Mən indiyəcən yəni əyləncəli, yəni cavanlığım olmayıb mənim. Elə ancaq məşqlərdə olmuşam, yayı da, qışı da hər gün. Hazırda One Championship-də döyüşürsüz. Bəli. Rekordunuz da 8-3-dür. Bəli. Maraqlıdır. Növbəti döyüşlər, növbəti hədəflər, ümumiyyətlə növbəti döyüşün vaxtı məlumdurmu? Növbəti döyüş ya sentyabrda olmalıdır və yaxud noyabrda. İndi Korefsidə də kəmər döyüşüm gözlənilir, amma onun ayın tarixi hələ bəlli deyil. Amma indi One FC-dən də rəqib gözləyirik. Yəni menecerim Cavad Məmmədov müraciət eləyib. Bu dəqiqə rəqiblər gözləyirik. Yəni heç kim məni qəbul eləmir hələ ki. Amma ümid edirəm ki, sentyabrda döyüşmək istəyirəm, çünki hal-hazırda çox gözəl formadayam. Çox sağ olun, çox təşəkkür edirəm maraqlı söhbətə görə. Növbəti Sağ olun. döyüşünüzdə də sizə uğurlar arzulayıram. Çox sağ olun. Offside ekskluziv verilişinə baxırdınız. Sağ olun, salamat qalın.